Yox, qaynatmıram. Yuyuram, suyu gedir, sodalı suda. Sonra çəkəcəm. Bunu evdən kitab pişirib satacağım bundan sonra. Artıq çəkilişlərin zadın başını bıraxdım. Sarışınam para belə. Mən bir kalçuk qabriyada, burada ikisi buzludur. Mən bunları doğrayana qədər açılsın. Nə bişirəcəksiniz? Mən qarın aşı, qarın bozbaşı. Ama bizim yeşə bıçaqlarımız falan belə, nə bilim, belə bir şey. Çobuk bıçaq falan yoxdur. Wi-Fi yükləməmişəm, yox, kartım da azdır. Gözdə birazdan mən bir şey düşünüb atıram. Nə qədərdir bizim Wi-Fi? 17, 15. Ben de shopta geçeceğim. Cem içeri. Olsun cebireyim. Heç kimlə işin olmasın, ay. Kimse dostum var. Bilmirəm. Səndən mən şikayət gəlməz. Hə, git otur qapının altı üstünün üstündə. Neyinirsən onu? Bilmirəm, bacı qutab pişirib satacaq. Saçım, qaynaq. Qurmuşam prosta. Harda duyarım, deyirlər ki, hardan almışsınız? Bunu mən asobut alıb təmizlətdirirəm. Zamana. Kızım, mən 8 il qutab pişirmişəm, ürəyim. Mən sizlə beraber qutabın ədviyyatını da düzəldəcəm. Sil vermiş olacağım sizə. Hə? Olur ben de kamerayı. Get, boynun dalı qaşınır, 100% tərliyib. Bu dəqiqə sən nə bilsən, nəyə gəlir? Qırt toğluyub. Mən ömür boyu qutab pişirməyinə şey eləmişəm. Fəxr eləmişəm. Nə yaxşı da mən qutab pişirməyi öyrənmişəm. Nə yaxşı ki, mən qutab pişirə bilirəm. Nə yaxşı. Şükür edirəm, valla. Mən niyə də eləməyim ki? Qutab pişirmək ayıb bir şey deyil ki. Allah hamınızın qəlbinə görə versin. Nədir bu? Qarın. Nədir o? Qarın. Yox, mən məcbur deyiləm, orada yazılanların hamısına cavab verməyə ürəyim. Orada adam çoxdur, insan azdır, İraq yaxşılarından. Özünüz də biz ki, mən söyüş-söyən deyiləm, sevirəm. Bizə buradan baxırlar, olmaz. Ayıb da, böyük var, uşaq var. Oy, moderatorum niyə yoxdur, istəmirəm çünki. Var moderator əslində, gələr yədir. Amma belə ehtiyac yoxdur. Xalqın ustası, necəsən? Buradadır, əla, super. Niyə yoxdur? Akulam var mənim. Çox sağ olun, təşəkkür edirəm. Qızlar, nə olar bir dənə ekranı tıklayın, xahiş edirəm. Sırğanı hardan almışsan? Sabunçun bit bazarından. Təşəkkürlər, sağ olun. Nə bişirirsən? Mən qutab. Yox, heç kimi qoşmuram. Çox sağ ol. Ehtiyac yoxdur. Söhbət edirik də özümüz üçün. Mən bilirsiniz, çox oyun oynayan deyiləm. Müsafir adam qoşan deyiləm. Boş-boş danışan deyiləm. Söhbət edirik. Kimə xoşdur, baxın. Xoş deyil, baxmayın. Xahiş edirəm. Onsuz da bu gün, inan Allaha, o qədər pis olmuşam, valla. Ay, mənim dəyərli kosmetologum, mənim əsərim, xoş gəldin, necəsən? Ay qız, mənim bu ışığım niyə sönür? Kim amama?
Timo mənə demişdi axı bu məgəti rayona çəkilişə gedəcəm. Timahım mən tutdu. Təşəkkürlər. Soğan vurmursuz. Mən hələ qarını doğrayıram əzim. Qoyarsan ya. Mən bir də şey verərsən də qap. Mama evdə soda yoxdur ki. Kızlar kosmetologum bu arada. Demir estetik Gülsüm Əliyeva. Mən dəyərli. Allah qapısını açsın ürəyim tezliyinə. Vallah, billah, inanın biz də ürəyimiz ətdəndir. Biz də insanıq. İnanın Allaha özünüz bilərsiniz. İnansaz da bilin, inanmasaz da bilin. Səhər tezdən mənim bu ürəyimdə aparat olan anam elə ağlayırdı ki, bəlkə də mənim başıma elə hadisə gəlsəydi, heç anam elə ağlamazdı. Hamı ağladı, tək mamam ağlamadı. Hamı, mən özüm maşın sürdüyüm yerdə atdılar mənə, mən saxlayıb hönkür-hönkür ağladım. Sadəcə istəmədim, video şəklində paylaşsaydım, onda başlayıb ağzınıza gələni yazacaqdınız. Yəni Allah kömək olsun. Biz kimik ki, qanunun verdiyi, haqqın, ədalətin verdiyi qanundur. Biz nə edə bilərik? Biz sadəcə dua eləyə bilərik, qutardı. Biz bildiyimiz qədərinin duasını eləyirik. Bilmədiklərimizi də buraxırıq qanunun, dövlətin. Heç nə deyə bilmərəm. Allah kömək olsun. Paylaşmışam, arzum üçün gedib dua eləmişəm. Bir mövsüm ağa ziyarətində əlimi açıb tezliklə demişəm ki, balasına qovuşsun. Yeri gəlsə mənim nəyimdir ki, əmim qızıdır, dayım qızı deyil. Özünüz də vaxtında bilirsiniz ki, mənim arzumla aram pis idi. Mən arzuma heç vaxt hörmətsizlik eləməmişdim. Arzum biraz mənim haqqımda canlılarda xoşa gəlməz söhbətlər, zatlar edirdi, qəlbimi qırırdı. Mən yenə də uşaqlığıma bağışladım. Böyülük elədim daha doğrusu. O da bir səhv idi. Hə, mən amma getdim, əlimi açdım, onun üçün dua elədim. Dedim, tezliklə balalarına qovuş. WhatsApp'da da özünü attım ki, bax getdim, Arzum, sənin üçün dua elədim, səs də atmışam. O da dedi, sağ ol Nərmin, Allah köməyin olsun. O səsə bu gün 10 dəfə qulaq asıb çox pis olmuşam. Allah yenə deyirəm, köməyi olsun, bizimkidir, özümüzkidir. Nə olsun gedib xarici ölkədə ailə qurub yaşayıb, buranın vətəndaşı ilə ailəli deyil. İnsan da ən azından onun xəstə balası var. Valla, övladın yıxılanda, dizi qanayanda bilmirsən, nə eləyəsən, çıxardıb ürəyi verirsən. Yəni insanlıqda bizim də gözümüzdən yaş çıxır. Heç kimə heç nə arzulamasın. İnanın Allah, həyat bumerangdır. Vallah deyirəm. Bu həyatda kim kimin qəlbinə dəyir, kim kimə nə arzulayır, vallah billah onu yaşayırsınız. Ona görə mən hər zaman qorxmuşam. Allahdan heç kimin dalıyca danışmamışam. Heç kimin həyatına bəxtəvərliyi verməmişəm. Allah kömək olsun. İnanın Allaha yenə özünüz bilərsiniz. 2 balamın canı mən də ağlamışam bu günləri. Mən bu gün mağazalarda heç birində canlı açmamışam. Mənə deyiblər, niyə açmırsan? Demişəm, çox pisəm, ağlamışam, bərbad gündəyəm. Bəli, qarındır. Bu nədir? Bacı, mən qutabçıyam da, qutab bişirirəm. Çox sağ ol. Hamı ağlayıb. İnanın Allaha hamı ağlayıb. Mənim deyirəm ki, 62 yaşında mamam, İnan Allaha ki deyirəm, bəlkə də mənim başıma bir şey gəlsə, mənim mamam bu qədər ağlamaz. Mənim mamam elə ağlaya-ağlaya mənə arzumun videosunu atdı ki, mən özüm maşın getdiyi yerdə saxlayıb, yenə insanlıq da Allah uşağı bilirsiniz, autizmdə, Allah qarşı tərəfində balasını rəhmət eləsin, Allah onlara da səbir versin, inşallah yaxşı olar, heç kim istəməz valla. Hamımız rol arxasındayıq. Kim istəyər getdiyi yerdə kiməsə nəsə eləsin. Heç kim istəməz. Heç kim istəməz. Heç kim istəməz ha. Vallah billah. Kim istəyər getdiyi yerdə kiməsə də nəsə eləsin. Məncə eləməz. Hamı həyat rahat yaşamaq istəyir. Çünki özümüzdən də keçib ujik. Övlad dünyaya gətirmişik. Mənim oğlum 3 gündür qızdırır. Mən nə yeyirəm, nə də içirəm. Və hər gün Soğan söyləsən. xanım, onu biz bilə bilmərik. Allah kömək olsun. Soğanı soyuyor. Yox, soyma sən. Soğan ürəyə ziyandır ama. Nəyə soyursan axı? Mən nə edəcəm? Qutab bişirəcəm. İnanmırlar. Ay xanım, qurban olun, mən 8 il qutab bişirmişəm. Başıma dönüm. Mən sənin kimisinin 100 dənəsini qutab bişirməyi öyrədərəm. Qutab bişirmək ayıb bir şey deyil. Başa düşdün ya, yox. Qutab da bişirərəm, paltar da təqdim eləyərəm, təkər də qaraldaram. Nə bilim, gedib Vasmoyda, Sədərəyədə arabatçı da işləyərəm. Sabah bir ofisim olar, orada bir müdür kimi də oturaram. Nə dəxli var? Xanım, həyat bumerangdır. Heç kimi lağa qoyub yargılama.
İnan Allaha deyirəm, zaman gələr, qınadığı bir gün yaşayarsan. Yaş qoyulmursunuz özünüzə. Az işinlə məşğul ol da, başqa dönürsən. Allahu Ekber o. Qurban olun Allaha, yaradılmışsan yer göy boş qalmasın. Danışırsan yerlə. Az da qutapçıyam da, əli çək də, bacı qutap bişirirəm, nə eləyirəm ki? Mən bu işi həftədə bir dəfə görürəm. Prosta özüm canlı açıb sizlə söhbət eləmək istədim. Bu iş mənim işimdir. Səkkiz il qarında, yağışında, tufanında, küləyində dayanmadan, gecə, gündüz, bəli, əziyyət çəkmişəm. Bu gün də az-çox sakit həyatımı yaşayıb bəhrəsini yeyirəm. Heç kimin günahına girməyərək, heç kimin haqqında danışmayaraq, əyri işim, əməlim yox, min şükür Allaha. Ara bir də gedirəm, hobbimə çevrilib bu şey. Hobbim olub, hobbim. Az hobbimdir, yoxsa hobbimdir. Hobbim olub, arada da gedib özüm üçün qutab pişirirəm. Təşəkkürlər, sağ olun, necəsiz? Bunu heç nə bacı, bunu yuyub başımın altına qoyacağam ki, sər-sər Allah mənə erir, qismət eləsin. Az məzələnsən, qarındır da çəkirəm, qutab pişirəcəm. Yox, ay qız, mən qazda zətdə qutab pişirmirəm. Mənki odun peçidir. Alırsan matapilanı əlvə, girirsən o İsmaillının xanəcahında meşiyə. Girirsən, quru ağacların hamısını kəsirsən, vurursan maşınığın dalına, doğrayırsan, qəşəng gətirib yığırsan sacın altına. Sonra bişirirsən o çətədən. Üstə mən qutab bişirməmişəm, mən çətə bişirmişəm. Mən pişirdiyim çətə Qarabağ çətəsidir. Xəmirə çiğ qoyursunuz bunu. Yox, o qutabın içliyidir. Qutaba dair olan ədviyyatlar falan da, onlar mənim öz sirrimdir. Mən onları heç kimlə paylaşmıram. Təşəkkürlər, sağ olun, minnətdaramsa. Çox sağ olun. Bəli. Az danış. Xanım çox danışıram, baxma da, başına dönür. Məcbur deyilsən ki. Sağ olun. Çox deyil bu. Yox, çox deyil ürəyim. Bunu indi mən sizlə bərabər çəkəcəm. Hələ ətim də var. Əti də 100 dəstədə göy ətim var. Onu da doğrayacağım inşallah. Sabah bacımız sizə sürpriz eləyəcək. Maşınınıza benzin vurursunuz. Heç yerdə heç nə yemirsiniz. Tərtəmiz ağ susumağı, camış qatığı ilə. Bəh. Az bacımız. Nədir doğradığın? Bu ağ balıq. Təşəkkürlər, çox sağ olun. Yox, bunların zənnincə qutabçı yaşamalı deyil. Qutabçı üzr istəyirəm. Day demirəm də indi nə kimi yaşamalıdır. Yox, bacı, o məndən gözləmir. Mənim 31 yaşım var. Mən geyinərəm də, keçinərəm də, əylənərəm də, deyərəm də, gülərəm də. Bu həyata gəlmisənsə, həm ağlayasan, həm güləsən. Yıxacaqlar, sürüyəcəklər, söyəcəklər, danışacaqlar. 15 təvəllüd, 1995, fevralın 17-si o qalmaqallı ad gün mənim idi də, bacı. Həmin o fevralın 17-sindəki olan qalmaqallı ad gün mənim ad günüm idi. Deyirəm ki, mənə maraqlıdım, amma mən nə vaxt doğursan? Deyirəm, xahiş edirəm. Gündüz. Yox, bildim, ay neçəsi? 117-si. Aysa neçənci ay eləyir? 2-ci. Təvəllüdüm neçədir? 95. Ay bacı, mən deyirəm təvəllüdümü, deyirlər yalan deyirsən, sənin yaşın çoxdur. Gətirin pasportu göstərdim. 95 təvəllüd. 92. Qalmaqallı ad gün var idi, şeydə, Hollywoodda. Qalmaqallı, fevralın 17-si. Bax, o ad gün mənim ad günüm idi. Hamınız yıxdınız, sürüdünüz məni. Mən nə bilərdim ki, bu yaxınlarda toya getmişdim. Toyun axırında 2 dənə kişi götürdü, pulkan çıxdı diyeceğin başına. Toy oldu bərbat günündə. Yer, qan, su apardı. Mən nə bilim, toya dəvət eləmişəm qonağı. Mən nə bilim, qonaq əlinə mikrofon götürüb ürək sözləri mənim ad günümdə deyəcək. 91'dir. Yox, ürəyim 95. 91 Sevdadır. 91 bacımdır. Sevda bacımdır, hə. Çox sağ olun. Mənim, hə, 31 yaşımdır. Bütün xanımlara mən kimi güclü olmağı arzulayıram. Qadın kimi xoşbəxt ola bilməsəm də, ana kimi xoşbəxt olmağı arzulayıram.
Öz ayaqlarınızın üstündə durmağı arzulayıram. Bəli. Bu nədir? Bu ağ balıq, farel balıq. Farel ürəyi. Bu tapsısan sən, orijinalından. Birəbir özü. Partiyelkası ola bilməz. Qarındır bu. Yox, ürəyim, farel. Ağ balığın döşü. Əleykümə salam, ürəyim. Sən necəsən? Can, əleykümə salam. Qarındır. Can. Tapdın, axır ki, başına dönərəm sən. Yaxın yanımdan öpüm. Yox, bacı, belüqadır, təmiz. Mən salyanlıyam axı, biz balıq sevən oluruq deyə. Qohumlarım göndərib, dədə tərəfim. 1995-sən? Hə, valla 1995-əm. Allaha and olsun, bu məhərrəmliyin sahibinə and olsun, o göydəki tək Allah haqqı, Quran gətir əlimi basım. Balalarının canına and olsun, 31 yaşım var. Ay bacı, mənim 50 yaşım da olsa mən ömür boyu gizlətmərəm. Mənim 31 yaşım var. Keçən il deyirəm fevralın 17-si, bu il, yox, keçən il nədir? Bu il fevralın 17-si də həmin o qalmaqallar üçün mənim idi, Hollywoodda keçirilən artı. Qarım da o, yox ay bacı, farel, ağ balığı döşüdür. Biz hər gün bundan yeyirik ona görə. Yazırlar, qudurmusan. Budur da qudurdur. Amma öz aramız deyil, hər gün yastığa başımı qoyanda deyirəm, ay Allah, mənə o qədər mənə imkan verir, ediyor, razıyam. O desinlər qudurub, o desinlər ona var, vaxtında tutab satırdı. İndi Range Rover sirir. Ay Allah, sən qurban olum. Görürsən gedib, təzdən qayıtsam, bir il tutab pişirsəm, alaram Range Rover. Doğrudan alaram. Yeddi il pişirdim, niyə almadım? Ağlım yox idi. İndi ağlım var güya. Hə. Bir yazıb zırtalarsan. Niyə almır? Alanlar bundan qeyd artıqdır. Əsli işdiki artıqdır. Gördün ki, Alar, yap o yanında keçər. gördün ki. Yavaş ol. Hey, geldi. Teşekkürler. Hoş geldin. Küsmüşəm. Hardasan? Şimdi qarınlar da atılsın yapan içine. Ne bişirirsən? Mənim qarın bozbaşı ürəyim. Belə gələ bilərsən, nuş eləyə bilərik, bacı qurban sənə. Mama, əlimi qurban etməyim. Aş düzənimiz var. Bir dənə də bura falan vermə. Bir dənə bunca vermə. Qat. Dedin evde mama soda var. Alma. Qap şampunu yoktu. Gəlirdim də mama. Uşağa görə bunu düşməmişəm aşağı. Erir, teşekkürler, sağ olun. Bir də görə mən aşağı düşməmişəm. Ne idi doğradığın? Ağ balığı, farel. Stansiyadansan sən, bəli. Gedim alın gəlim. Salam ürəyim, qarpız hazırdı, gəl yeyək. Can, çox sağ ol ürəyim, nuş olsun, başına dönərəm. Bayaqlarda dostum zəy vurmuşdu, qabağında oturub yeyirdi. Oğlum 3 gündə qızdırır, evə ala bilmirəm. Axsulusan səni, ərim oralıdır. Vurğunu yandırdı,
Qarşısında pəncərənin Bu nədir? Qutabı neyirsən? Mən heç nə ürəyim. Pişirirəm də qutabçıyam mən, bacı qurban. Mən hər il bu vaxtda qutab pişirirəm, başqa dönülsən. Gələrsən, yeyərsən. Puluyla, amma pulsuz yox. Təşəkkürlər, sağ olun. Nə qarınıdır o? Ay Allah, sən qurban olun. Mənim bəxtimdən də biraz suallar gəlir, mən tapır. Mal qarnı. Şu hayat gerçeği, şu hayat gerçeği, hiçbir şey kalmadı, unutmadı ah gerçeği, kendimi unutmadı. Neydi o? Ağ balığı renk, faril, ağ balığın döşü. Məni də apar da gedəndə. İşlədəcəm ha səni, razısansa gedək. Teşekkürler. Sodanı niye tökürəm? Üzüm. Sarafanı hardan almışsınız? Bu sarafanla düz 3 il qutab pişirmişəm. Bax, görürsən, arxasından da bağlamışam. Sarafan bir məndən əl çək, amma tutmuşam, bıraxmıram. Kirayə villalar, təşəkkür edirəm. Valla mən kirayə ev axtarsam, biriniz də gəlib yazmarsınız. Qəsdiməsiz. Bacımız fareli yudu, ağ balığı. İndi ağ balığı bacımız pişirəcək. Səs eləmə. Teşekkürler, sağ olun. Sən kimi bacı olmaz. Hələ sən sevin ki, mən sən bacı deyə müraciət elədim. Allah eləməsin. Bax, fikir ver. Bax, anama dedim ki, ətinə doğruyum bir dəfəlik.
Niyə tələsirəm? Az nə bilim, o məndə psixolojidir da. Bu qədər travma almış adamam ki mən. Burada qap şampunundan, zadından, sudundan yoxdur ki, bacı. Mama gələnə qədər nəsə qutarıb, bir dənə almamışam mən. Həmişə evə qap şampununu çox alıram da, bacardığım, çalışdığım qədər. Bizdə tez işlənir, çox işlənir, tez nədir? Bu vaxtda yemək pişirmək olar, niyə olmur, ürəyim? Bu soxa-soxda Elnuru soruşursunuzsa sizə halaldır. Quranam olsun, mən ərim. Maşallah, yay qız. Mənim yoldaşımı nə qədər adam soruşur. Aha, buyur, eşidirəm. Yeməyimizdə nə var, nəymiş? Mən 2 dəqiqə gözlə, bir dənə tez buradan yürüyüş edeyim, sonra canlı var orada, çıxın buradan söyle. Aldım ama. Teşekkürler. Evet, mama. Sağ olun. Mama, bunu nereden aldın? Oğlum, çıxın buradan. Buradan çıxın tez. Biraz dözün, hadi. Ona çörək arası qalbasa verilsin. Teşekkürler. İcazə verirəm də, burada mən iş görəm, dolar burada mən işim. Olur keçmə oğlum, arxaya qayıt. Arxaya qayıt, canlıdayam, düşürsən. Çok büyük yer ama. Git. Kondisiyoneri boşuna da şey.